Və sonra Allah Azze və Celle yenə insan haqqında deyir ki, وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنسَانِ أَعْرَضَ وَنَأَى بِجَانِبِ. Deyir ki, əgər biz insana neymət versək, üz döndərər, yəni öz işi ilə məşğul olar, bizi yadına da salmaz yəni. Halbuki o neyməti verən biz idik. Bir vaxt yadına sal ki, sən hansı vəziyyətdəydin, sən hansı çətinliklər içindəydin və Allah Azze və Celle səni çıxartdı, neymət verdi və indi sən üz döndürənlərdən mi olmusan? Və sonra deyir ki, وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاءٍ عَرِيضٍ. Deyir, əgər deyir ona yəni təzdən həmin neymətdən sonra bir dənə şər toxunsa, deyir ki, oturar deyir, gecə gündüz Allaha dua eləyir ki, Allahım qaldır bu, yəni bəlanı məndən. Halbuki sən əvvəldə Allaha yadına salmalıydın. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm İbn Abbasa radiyallahu anhumaya nəsiyyət eləyəndə buyurur ki, Təarraf ilallahi firraxa ya'rifkə fişiddə. Yəni, Allaha asanlıq vaxtı, yaxşı vaxtı, hüsnə olan vaxtı, yəni nimətlər olan vaxtı Allaha tərəf yönəl ki, ya'rifkə fişiddə. Allah da səni şiddət vaxtı tanısın.